Salam uşaqlar, make-up sentence'in video izahını çəkirəm. Kimin ki çətinliyi var, buradan baxsın, yazsın. Deməli, cümləmizdə əgər hərəkət bildirən feilimiz varsa, yəni ondan istifadə edirik, yoxdursa, köməkçi feil varsa, köməkçi feildən istifadə edirik. Amma mübtədanı təyin eləmək çox vacibdir. Məsəl üçün, burada düzgün təyin eləmək vacibdir. Burada Edinburghda var, Skotlandda var. Düşünsək ki, Skotland ölkədir. Deməli, biz Edinburghla başlamalıyıq ki, Edinburgh is the capital of Scotland. Deməli, birinci gəlir mübtəda Edinburgh, sonra gəlir ismi xəbərimiz olan is. Deməli, the article ümumiyyətlə bilirik ki, ismin qarşısında işlənir. The capital of, yəni belə bir söz birləşməsi of Scotland. Şotlandiyanın paytaxtı Edinburghdur. Deməli, 3, 4, 1, 5, 2, 6 doğru cavabımız A variantıdır. 2-də yenə birinci mübtəda gəlməlidir. Mübtədamız da burada Jack London. 2 ilə başlayırıq. Jack London yazdı. Mübtəda gəlirsə, mübtədadan sonra mütləq xəbərimiz gəlməlidir. Söz sıramız belədir. Jack London wrote, yazdı. Və burada isimimiz novelsdir. Novel, roman sözü. Və novel isimdir və biz bilirik ki, sifət harda gəlir? Sifət ismin önündə gəlir. Interesting novel, maraqlı roman. Yazdı, çoxlu, maraqlı romanlar. Miqdar bildirən söz gəlir, çoxlu və sifət də mütləq ismin önündə gəlir. Jack London wrote a lot of interesting novels. 2, 1, 3, 5, 4. Doğru cavabımız D variantıdır. 3-də yenə birinci insan bildirən söz, yəni mübtədamızı götürürük. Theodor Dreiser 1, sonra mütləq xəbərimiz gəlməlidir. Əgər hərəkət bildirən feil varsa onu götürürsünüz, yoxdursa to be feilinin formaları və yaxud da digər köməkçi feilləri götürə bilərik. Theodor Dreiser is, artikellı söz gəlir, a well known. Yenə isimimiz burada novelistdir, Amerikalı roman yazar. Yəni, baxırsınız ki, Amerikalı sözü burada təyin edicidir. Yəni, ismin qarşısına mütləq təyin edici gəlməlidir. Well known da sifətdir. A well known American novelist. Deməli, 1, 3, 2, 5, 4. E variantı. 4-də yenə birinci götürürük mübtədamızı. Mübtədamız hansıdır, baxırıq. Süleyman Rüstəm. Sonra xəbərimiz is, kimi idi? Artiklı olan birinci artikl gələcəkdir. A famous Azərbaycani poet. Süleyman Rüstəm is a famous Azərbaycani poet. Yəni isimimiz poetdir. İsmi sonda veririk. Qarşısında isə təyin edicilər olur. Sifət və yaxud da təyin edici bir söz. 2, 5, 1, 4, 3. C. 5-də. Deməli, baxırsınız, 5-də nə var? 5-də document sözü də var, employee sözü də var. Bəzən 2 dənə mübtədaya oxşar söz gələndə siz onda feilə baxın. Görün bu feil hansına aiddir? Məsələn, sign imzalamaqdır. Sənət özünü imzalaya bilməz. Ona görə burada bir hərəkəti törədən icraçı olmalıdır. Deməli, 4 ilə başlamalıyıq. Employee işə götürən insan deməkdir. Deməli, 4 ilə başladıq. Sonra xəbərimiz gəldi. Signed, bütün sənədləri, all the documents. Niyə? Məsələn, sign imzalamaqdır, feildir və biz dedik ki, feildən sonra tamamlıq gəlir. Deməli, işə götürən insan imzaladı, mübtədamız, xəbərimiz bir tamamlıqdır. Deməli, bütün sənədlərin təyin edicisi bütün sənədləri imzaladı. Bu da bizim tamamlığımızdır. In the morning zaman zərfidir. Zaman zərfi cümlənin əvvəlində də gələ bilər, sonunda da gələ bilər. 4, 2, 1, 3, 5 verməliyik. C. 6. Deməli, yenə birinci insan bildirən sözlə başlayırıq. The president. Sonra xəbərimizə baxırıq ki, cancel, təxirə saldı. Yəni, uşaqlar, artıq görürsünüz, izdən, vozdan istifadə etmirik. Hərəkət bildirən feilimiz var. Prezident təxirə saldı. Tamamlıq. Nəyi? Səfərini. Haraya?
to Japan, Yaponiyaya. Uşaqlar, to Japan yer zərfidir. Deməli, mübtəda, xəbər, tamamlıq yer zərfi ilə zaman zərfi sonda. 5, 1, 3, 2, 4. E variantı. 7. Yenə, baxın, bizə mübtəda lazımdır. Mübtədamız burada people-dır. Amma əgər many varsa, several varsa, a lot of varsa, biz onu mütləq ismin qarşısında verməliyik, təyin edicidir. Burada da thousands of var. Thousands of yüzlərlə, minlərlə, məsəl üçün. Deməli, 100, 100, thousand, min. Thousands of people, minlərlə insan iştirak etdi. Took part, harada? In yesterday's demonstration, dünənin nümayişində. Baxın uşaqlar, dünənin nümayişi yer zərfidir. Biz yer zərfi və zaman zərfini mütləq sonda verməliyik. 5, 3, 1, 2, 4 doğru cavabımız A. Yenə birinci mübtədanı təyin eləməliyik. Məsələn, mübtədam children. Amma baxırsınız, burada kəmiyyət göstəricisi var. Hundreds of, yüzlərlə uşaq. Kəmiyyət göstəricisi mütləq ismin önündə gəlməlidir. Hundreds of children, yüzlərlə uşaq. Sonra mütləq mübtədanı tapdım ki, yüzlərlə uşaq. Sonra baxdı, watch it. Watch it isə bizim xəbərimizdir. Yüzlərlə uşaq baxdı today's game, bugünün oyununa. Baxın uşaqlar, bugünün oyunu isə tamamlıqdır. Dedik ki, subject, verb, object, mübtəda, xəbər, tamamlıq, yer zərfi, sonda zaman zərfi. Zaman zərfi cümlənin əvvəlində də gələ bilər, sonunda da gələ bilər. Deməli, nə verdik? 5, 3, 5, 4, 1, 2. A. Mübtədanı təyin eləmək vacibdir. Building mənim mübtədamdır, düzdürmü? Qarşısında bir təyin edici, nəsə bir söz varsa verməliyik. That building, that o deməkdir, işarə əvəzliyidir. That building, mübtədanı tapdım, o bina. Sonra xəbərim gəlməlidir. Was, deməli, ancient. That building was ancient. O bina qədimdir. 3, 2, 4, 1. Mübtədanı tapmalıyam. I, mən. Baxın, lock var, düzdürmü? Biz lock qıfıllamaq feildir əslində. Kultda modal feildir. Biz bilirik ki, modal feil təkcə gəlmir. Modal feil əsas feilin qarşısında gəlir və deməli o özü təkcə işləmir. Mütləq əsas feilə qoşulmalıdır. I couldn't lock. I mübtəda, couldn't lock xəbər. Could nədir? Can'in keçmişidir. Bacarmadım deməkdir. Mən qapını bağlamağı bacarmadım. Uşaqlar, qapı burada nədir? Tamamlıq. Tamamlıq harda gəlir? Feildən sonra. Yenə subject mübtəda, verb xəbər, object tamamlıq. Ardıcıllığımız gedir. I couldn't lock the door. 2, 1, 4, 3. Nə oldu? A. Andrew insan adı. Sonra xəbər. Xəbərim come'dır. Amma could başqa yerdə gələ bilməz axı. Could harda gəlməlidir? Can, could, may, must, modal feillər əsas hərəkət bildirən sözün önündə gəlməlidir. Andrew couldn't come earlier. Andrew erkən gələ bilmədi. Baxın, bu mübtəda, couldn't come xəbər, earlier nədir uşaqlar? Zaman zərfi. Subject, verb, nə? Time, zaman zərfi. 2, 3, 1, 4. Yəni ki, mübtəda, xəbər yanaşı gətirsəz, digərləri də ortaya çıxır. Mübtədanı götürürük. We, biz, go görürsüz, getməkdir. Uşaqlar, burada bir seldom sözü görürsüz. Bizim elə zaman bildirən sözlərimiz var ki, onlar mübtəda ilə xəbərin arasında gəlir. Məsələn, usually, adətən, always, həmişə, often, tez-tez, seldom, nadir hallarda. Yəni, bunun yeri oradır. Sən bunu nə cümlənin əvvəlinə verə bilməzsən, nə sonuna. Yəni, bu zaman zərflərimiz ortada gələn, mübtəda ilə xəbərin ortasında gələn zaman zərflərimizdir. Əgər cümləmizdə hərəkət bildirən feilimiz gəlsə, usually, always, often hərəkət bildirən feildən əvvəl gəlir. Əgər is gəlsə, was gəlsə, onlardan sonra gəlir. Deməli, we seldom go. Biz nadir hallarda gedirik. Haraya? Bahalı restoranlara. Go nə götürür uşaqlar? Go to.
Go getmək, to a. We seldom go to nə? Expensive restaurants. Deməli, we cümlənin mübtədası, seldom go xəbəri haraya? Bahalı restorana. Yəni bu da nədir uşaqlar? Yer zərfidir. Görürsüz, cümləmizdə ardıcıllıq var. Variantı demədim. Neçə dəqiqə? 3, 2, we seldom go to 5 expensive restaurants. 3, 2, 5, 4, 1. Yəqin ki, B variantıdır 12-də. Sonra getdik 13-ə. Yenə mübtədanı tapmalıyıq. You ilə başladıq. You, sən. You often find. Sən, görürsünüz uşaqlar, often yenə elə zaman zərfimizdir ki, often. O harda gəlir? Mübtəda ilə xəbərin ortasında gəlir. You often find. Sən tez-tez tapırsan. Nə tapırsan? Baxın uşaqlar, articles məqalədir, məqalə isimdir və sifət varsa biz onun qarşısında verməliyik. You often find interesting articles. Sən tez-tez maraqlı məqalələr tapırsan. In, newspaper sonda, yer zərfi sonda. Təyin eləsək you, often, you mübtədadır, often find tapırsan. Nə tapırsan? Maraqlı məqalələr harada? Yer zərfi sonda. Yenə variantı demədim. Deməli, C variantı idi də. C-də 13-də. Sonra getdik 14-də. Mübtədanı tapmalıyıq. The movie filmdən başlayaq. Mübtədamız, isimimiz. The movie, sonra xəbərimiz. Was too boring to watch. Uşaqlar, 7-ci sinif dərsində belə bir qayda var ki, sifət görsə, sifət özündən sonra to məstəri qəbul edir. Yəni, bunu yadınızda saxlayın ki, sifətdən sonra to məstərli söz verəsiniz. Və ikidə gördüyünüz to isə sifətin qarşısında işlənir. Məsələn, too boring, too old, məsələn. Biraz da cümləyə negativ məna qatır. Bu da 7-ci sinif dərsliyindəndir. Enough sifətdən sonra gəlir. To sifətin önündə gəlir və to mənaya biraz negativlik qatır. Deməli, 4, 5, 2, 3, 1. A variantı 14-də. İnsan bildirən söz. Üzeyir Hacıbəyov is famous Azərbaycani composer. Deməli, neynədik? Üzeyir Hacıbəyov is the famous Azərbaycani composer. Deməli, birinci gəlir mübtədamız, sonra gəlir xəbərimiz. Famous Azərbaycani composer isə tamamlığımızdır və composer əslində isimdir, famous sifətdir, təyin edicidir və bütün təyin edicilər harda gəlir? İsimin önündə gəlir. Composer bəstəkar deməkdir. Yəni, ismi yazıb arxasınca sifəti yazsa səhvdir. Sifət harda gəlir? İsimin önündə. 15-də doğru cavabımız D-dir. 16. Bəzən cümləmiz nəqli cümlə də ola bilir, sual cümləsi də ola bilir. Yəni, siz yazarkən ona da diqqət edin. İndi irəlidə sual cümlələri də çıxacaq qabağımıza. Deməli, başlasaq insan bildirən sözlə. She, sonra gələcəkdir nə? Xəbərimiz. She can speak. She can speak. Nəyi? İngilis dilini. Very well. Deməli, she cümlənin mübtədası. Can speak xəbəri. Nəyi? İngilis dilini. English. Very well. Hansı tərzdə? Tərz hərəkət zərfi. Deməli, nə oldu? 16-da doğru cavabımız oldu C. 17. Mübtədanı tapaq. We, biz, sonra hərəkət bildirən decided, qərara aldıq. Nəyi? Decide to götürür. Decide to. We decided to go. Go nə götürür? Go da to götürür. We decided to go to the exhibition last week. Biz decided to go. Getməyi qərara aldıq. Haraya? To the exhibition yer zərfi. Last week isə uşaqlar zaman zərfi. Yəni subject, verb, time, place. Neçə dəqiqə uşaqlar? Deməli, place sonra time.
place, sonra time. Time sonda da gələ bilər. Last week cümlənin əvvəlində də verə bilərik, sonunda da verə bilərik. Deməli 17-də doğru cavabımız B variantıdır. Ciddi 18-ə. Mübtədanı götürürük. We, biz, mübtədamız, agree, razılaşdıq. Nəyə razılaşdıq? To ilə işlənir. We agreed to meet. Harada? At the airport at 5, at 6 o'clock. 5 sonda. Deməli, we agreed xəbərimiz. Nəyə razılaşdıq? To meet görüşməyə. Harada? At the airport. Nə vaxt? Saat 5-də. Deməli, subject, verb, place, time, mübtəda, xəbər, yer, zaman. Zaman əvvəldə də gələr, sonda da gələr. Amma bəzi zaman sözlərimiz bayaq dedim ki, onlar fərqlidir.